O dəhşət sıldırımdır buralar. Ha. Buraya çıxıb bizim oğullar. Ha, fikirləşəndə ki, əsgərlər buradan çıxıb. Ha, buradan çıxıb bizim əsgərlər. Yoxsa buradan nə tər çıxıblar? Mən onu maraqlanıram, hələ tapamamışam. Onlara Allah Taala qüvvət verib ki, gedin torpağınızı azad edin. Bax buralara çıxıblar. Bax bu qayalardan çıxıb, bu dərədən. Onun yolunun adı Zəfər yolu. Bildiğin düz qayadır da. Çox qabağa da getməyə adam qorxur. Görmə, görmə. Həqiqətən maraqlıdır. Burada nə tər çıxıblar? Haranla çıxıblar? Çox maraqlıdır. Çayın suyu təmizdir amma qəşəng. Çayın suyu təmizdir, özü də üzü bəyər axır. Buradan çay gedir. Deməli, əsgərlər birinci o yöndən gəliblər yolla. Əvvəl ora yol olmayıb, sonradan ona görə Zəfər yolu ona görə çəkilib. Oradan gəlib bu tərəflə, belə. Deməli, buralardan dırmaşıblar yuxarı. Bu hissələrdən. Buradan çıxırsan yuxarı, bazar düzü, düz yerdir. Sonra Şuşaya daxil olursan buradan. Heç nə, əhsən. Buradan çıxa biliblərsə, texnikasız, heç nəsiz. Qəşəng. Mən prosto bu... Nəysə. Bura deməli, orada ermənilərin kəndi var. Yəqin ki, az düşür var. Onlar da ermənilər yaşayan yerlərdə orada var, kəndlər. Kəndlərini adam bilməm. Qəşəng mənzərəsi var. Hanı? Yusuf, çəşmələrdir. Hə, Mehrab. Bu Qubalı şəhid. Hə, burada çıxırlar da. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Deməli, burada atışma gedən yerdir. Əsas atışma gedən yer. Bu izləri görürsünüz. Bunlar hamısı atışma izləridir. Bu daşların üstündə olan hamısı güllə izləridir. Buradakilər. Bunlar hamısı atışmanın izləridir. Yüzü buranın qalxandıca burada atışma başlayıb. Bunlar hamısı atışmanın izləri. Güllə izləridir. Burada. Şimdi burada. Buralarda şimdi. Burada atışma olub. O ermənilər yuxarıda. Oradan qarşılayıblar. Bizimkiler de bu təpədən, bu dərədən qalxandan sonra burada rastlaşıblar yəqin ki. Buradan da döyüşə çıxıblar yuxarı. Burada əsas atışma olan yerdir. Buralar. Burada bizim məşhur Cıdır düzü buradır. Bu ərazilər. Cıdır düzü deyilən yer buradır. Buradan baxanda deməli orada ermənilərin kəndləri var orada.